Yay düşərgələri haqqında düşünürəm ki, kifayət qədər təcrübəm var. Amma bu ilki yay düşərgəsi çox fərqli oldu. Çünki bu dəfə tək Mustafa deyil, Leyli də düşərgəyə qoşuldu. Özü də düz bir həftəlik yatılı düşərgə. Harda? Şəhərdən çox uzaqda. Təbii ki, kənardan baxan sual verirdi ki, necə risk etdiniz, necə ürək etdiniz? Amma bugün etməsəm, sabah etməsəm nə zaman edəcəm? Düşünürəm ki, bu cür düşərgələr uşaqların həyatında, onların özünü ifadəsində və öz güvənində çox böyük rol oynayır. Vaxtilə düşərgədə supervisor rolunda çalışan mən bu gün uşaqlarımın iştirak etdiyi düşərgənin bütün qayda qanunlarla yaxından tanış olduqdan sonra budur, axır ki var dedim. Amaya nə demək istəyirsən? Çünki uşaqlarım oradan geri qayıtmaq istəmirdilər. Telefon görüşmələri saatında belə telefona yaxın gəlmirdilər. Düşünürəm ki, bu çox gözəl bir nəticədir. Və ilk dəfə Leyli doğum gününü ailəsindən uzaqda, amma yeni qazandığı dostlarının Outside Junior komandasının ətrafında qeyd etdi və ömür boyu unutmayacağı xatirələrlə geri döndü.